Bakıda oğruların hədəfi nəşriyyat, Gəncədə isə holding binası olub. Hər iki hadisədə seyf oğurlanıb. Paytaxtın Nəsimi rayonunda yerləşən nəşr evində oğurluq hadisəsi qeydə alınıb. Cinayətkarlar seyfə göz dikiblər. Çap evinin rəhbəri gecə baş verən soyğundan səhər saatlarında xəbər tutduğunu deyir. Təhlükəsizlik kameralarına baxış zamanı oğruların hadisəni necə törətdiyi aşkara çıxıb. Oğurluqla bağlı dərhal Nəsimi rayon polis idarəsinə məlumat verilib. Nəşriyyata baxış keçirən polis və kriminal ekspertlər oradan cinayətkarların barmaq izlərini götürüblər. İşçilərin izahatları alınıb. Nəşr evinin rəhbəri ötən ildə eyni tarixdə oğurluq hadisəsinin törədildiyini bildirir. Gəncədə də içərisi pulla dolu seyf oğurlanıb. Üzeyir Hacıqoyev küçəsi 174 ünvanında yerləşən holdinglərdən birinin binasında quldurluq hadisəsi baş verib. 2 maskalı şəxs içəriyə daxil olaraq əvvəlcə təhlükəsizlik kamerasını sıradan çıxarıblar. Daha sonra gözətçini döyərək içi pulla dolu seyfi ələ keçiriblər. Hələlik cinayətkarların kimliyi məlum deyil. Gəncə şəhər Kəpəz rayon polis idarəsinin əməliyyat qrupu hadisə yerindədir, araşdırma aparılır. İlkin məlumata görə seyfin içərisində təxminən 70-80 min manat pul olub. Hər iki fakt üzrə istintaq tədbirləri görülür.